Hər vaxtınız xeyirli olsun, əziz izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün sizinlə nəyi bölüşəcəm? Əlbəttə ki, bərpa mərkəzlərindən söhbət edəcəm ki, o bərpa mərkəzlərində fiziki məhdudiyyətli insanlar üçün yer yoxdur. Çox təəssüflər olsun. Və buradan bildirmək istəyirəm ki, mən özüm neçə dəfələrlə bərpa mərkəzlərinə getmişəm, yaxınlaşmışam ki, mən yatmaq istəyirəm. Özüm birinci qrup fiziki məhdudiyyətliyəm. Müalicə olmaq istəyirəm. Mənə söyləyirlər ki, bəs Agil bəy yer yoxdur. 2027-də gələrsiniz, 2028-də gələrsiniz. Mən başa düşdüm. Bəs yaxşı, bizim kimi dostlar, bizim kimi fiziki məhdudiyyətli insanlar, bunlar günü-gündən ağırlaşırlar. Bəs bunların aqibəti necə olacaq? Yaxınlaşırsan, deyir ki, yer yoxdur. Deyirəm, səbəb nədir? Deyir ki, səbəb qazilərimiz çoxdur. Başa düşürəm, qazilərimiz çoxdur. Allah canlarını sağ eləsin. Şəhidlərimizə də Allah rəhmət eləsin. Qazilərimiz də müalicə olunmalıdır. Çünki onlar da torpaqlarda canlarını fəda veriblər. Sağlamlıqlarını itiriblər. Əziz izləyicilərimiz, mən buradan bildirmək istəyirəm ki, əlillərin bərpa mərkəzinə və buradan dost xidmətinə bildirmək istəyirəm ki, bərpa mərkəzlərini artırmaq lazımdır ki, fiziki məhdudiyyətli insanlar getsin sağlamlığını təmin etsinlər. Bugün onlar əziyyət çəkirlər. Artıq 6 ildir, 7 ildir ki, mən bir bərpa mərkəzində gedib yata bilmirəm. Çünki səbəb odur ki, yer yoxdur, çox təəssüflər olsun. Bəs yaxşı, yeriniz yoxdursa, bəs ambulator niyə yoxdur? Ambulator da deyirsən, deyir ki, ambulator çatdıra bilmirik, maşınlarımız azdır, gəlib təəssüflər olsun ki, sizə kömək edə bilməyəcəklər. Və buradan bildirmək istəyirəm ki, dövlət məmurlarına bildirmək istəyirəm ki, və Sosial Müdafiə Nazirliyinə bildirmək istəyirəm ki, DSMF-yə bildirmək istəyirəm ki, dost xidmətinə bildirmək istəyirəm ki, sizdən çox xahiş edirik, bərpa mərkəzlərini artırasınız. Baxın, görün, neçə milyon əhali varsa, onun 1 milyonu, 2 milyonu da fiziki məhdudiyyətlidir. Mənim əzizlərim, sizlərdən çox xahiş edirəm ki, bərpa mərkəzlərini artırasınız. Çünki bizim kimi insanlar günü-gündən ağırlaşırıq, qolumuzu, qılçamızı itiririk. Çünki biz bərpa xidmətinə getməsək, bizim durumumuz çox çətin olur. Çox təəssüflər olsun ki, Azərbaycan Respublikasında bərpa mərkəzləri çox zəifdir və sair belə deyərdim ki, yoxdur, yerlər yoxdur və istəyərdim ki, bunun haqqında bir tədbirlər görəsiniz. Sizlərdən çox xahiş edirəm. Təşəkkür edirəm. Növbəti çəkilişimizdə görüşənədək.